Hər vaxtınız xeyir olsun. Gündəm xəbər nefrində günün ənənəvi olaraq hava haqqında məlumatın diqqətinizə çatdırırıq. Qeyd edək ki, bugün noyabrın son günü 30 noyabrda və dekabrın 1-nə olan hava şəraiti açıqlanıb. Belə ki, Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Bəzi yerlərdə isə fasilələrlə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu isə gecə 9-13 dərəcə isti, gündüz isə 14-17 dərəcə isti olacağı proqnozlaşdırılır. Məhz Azərbaycanın rayonlarına gəlincə, rayonlarda da xüsusilə qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli intensivləşəcəyi və dağlıq ərazilərdə isə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək və havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz isə 12-15 dərəcə isti olacağı gözlənilir. Dağlarda isə gecə 0-5 dərəcə şaxta, gündüz isə 2-6 dərəcə isti olacağı proqnozlaşdırılır.